Hər kəsə salam. Mən Mahirəyəm və hal-hazırda xaricdə dövlət təqaüd proqramı ilə magistr oxuyuram. Və bu videonun məqsədi məhz xaricdə təhsil üzrə dövlət təqaüd proqramı ilə olan təcrübəmlə sizlərlə bölüşməkdir. Bura daxildir prinsipcə bütün etaplar. Yəni müraciəti nə zaman etmişdim, necə etmişdim, hansı sənədləri vermişdim, müsahibə necə keçmişdi və s. və ilahi. Baxmayaraq ki, mən dövlət təqaüd proqramı ilə magistr oxuyuram, bu proqramla bakalavra və doktoranturaya da getmək istəyən gənclər bu videodan faydalana bilər. Çünki prinsipcə etaplar oxşardır və bölüşəcəyim informativ mənbələr hər kəs üçün faydalı olacaq. Bu arada onları mən videonun aşağısında da qeyd edəcəm. Özümlə isə bağlı mən University College Londonda biznes analitika üzrə təhsil alıram və bu universitetdən başqa Imperial College Londona da müraciət etmişdim və oradan da offer almışdım. Nəyə görə məhz bu universitetlərə müraciət etmişdim? Necə hazırlaşmışdım onlara? Müsahibələri necə keçmişdi və s. Bu mövzunu artıq digər videoda danışacağam. İndi isə fərz edək ki, mən də yenidən dövlət təqaüd proqramına müraciət etmək istəyirəm və gəlin birgə bütün bu etapların üzərindən keçək. İlk növbədə tövsiyə edərdim ki, dövlət proqramının sosial mediasını izləyəsiniz. Onların belə Instagram səhifəsi var, ZP Edu.az və bütün xəbərlərlə onlar burada bölüşürlər. Misal üçün, elə bu postu göstərim. Sənəd qəbuluna start verildi. Bu postu onlar 10 aprel etmişdilər və 10 apreldə prinsipcə bizim sənəd qəbulumuz başlamışdı. Burada həm də qeyd etmişdilər nə vaxtları bitir, 15 iyun bitəcəkdi. Və Instagramdan başqa onlar bütün xəbərləri Telegram səhifələrində də paylaşırlar. Və Telegram mənə daha rahat idi, çünki notifikasiyanı qoşmuşdum Telegramda və dərhal nəsə xəbər gələn kimisi oxuya bilirdim. Bu iki dənə platformadan başqa onların öz saytları da var, dp.edu.az və aşağı hissəsində səhifənin əsas xəbərlər arasında bütün xəbərləri görə bilərsiniz. Elə burada da hər şeylə paylaşırlar. Dövlət proqramının səhifəsindən siz çox məlumat ala bilərsiniz. Mən magistraturanın üzərindən göstərəcəm, amma gördüyünüz kimi burada bakalavrda, doktoranturada var. Yəni bütün məlumatları buradan ala bilərsiniz. Magistraturada qəbula girirəm. Buradan seçim meyarlarını görürəm. Seçim meyarlarının arasında prinsipcə hər şey aydın şəkildə qeyd olunub. Bir şey burada qeyd etməmişdilər. Onu başqa yerdən tapmışdım. O da ki 086 tibbi arayışın lazım olduğu qeyd olunub burada. Tibbi arayışın lazım olduğunu mən misal üçün belə öyrənmişdim. Telegramda bu postu gördüm sənəd qəbulu ilə bağlı və burada belə bir link var idi. Həmin linkə bastım. Bu arada bunu da qeyd edim ki, indi fikir verdim. Instagramda da bu post var, amma misal üçün description hissəsində heç link qoyulmayıb. Sadəcə ətraflı hissəsində qeyd olunub ki, web səhifəyə girin və oradan hekayə bölməsində görəcəksiniz. Belə, yəni sizi yönəldirlər platformaya. Halbuki dövlət proqramının Telegram səhifəsində bütün linklər qoyulur birbaşa postun altında. Nəysə, bu linkə bastım və belə bir səhifə açıldı. Buradakı postu oxudum və aşağısında belə bir şey yazılmışdı. Sənəd qəbulu üçün tələb olunan sənədlərə keçid. Keçidə basanda belə bir PDF açıldı. Burada həm bakalavr üçün, həm magistratura üçün, həm də doktorantura üçün ilkin seçim meyarları qeyd olunub və əlavə olaraq da faydalı bir link qoyulub. Bu linkə bastım. Belə bir səhifə açıldı və bu səhifədə belə bir sənəd var idi. Onu oxuyanda 3-cü maddəyə gələndə mən magistratura üçün oxuyurdum. 3-cü maddəyə gələndə gördüm ki, burada belə bir maddə var. Namizədin sağlamlığı haqqında arayış. Hansı forma olduğu da qeyd olunub. Dövlət təqaüd proqramının əhatə etdiyi ixtisasları siz belə öyrənə bilərsiniz. Bura basırıq, qəbula basırıq və 2025-2026-cı tədris ili üzrə ixtisasların siyahısı. Bura basırıq. Və burada çoxlu sayda universitetlər var, ixtisaslar var. Bunların arasından seçim edə bilərsiniz. Mən istədiyim ixtisas, biznes analitika əvvəl yox idi burada. Belə bir qeyd var idi. Universitetlər əgər dünyaca top 10 universitet arasındadırsa, o zaman həmin universitetin içində hansı ixtisası istəyirsiniz seçə bilərsiniz, onu oxuya bilərsiniz. Və bu səbəbdən də mən məhz UCL və Imperial College Londona müraciət etdim. İndi isə müraciəti hansı platformadan etmək lazımdır. Bununla da onlar Instagramda və Telegramlarında paylaşmışdılar. Elə bu postu göstərim Telegramın üzərindən qeyd olunub ki, xaricdə təhsil almaq istəyənlər bu portaldan müraciət etməlidirlər. Bu portalı mən artıq açmışam. Məndə artıq səhifə var, ona görə sadəcə giriş edəcəm, amma siz çox güman ki, qeydiyyatdan da keçməli olacaqsınız. Asan bir şeydir, yəni nəsə sualınız olsa qeyd edə bilərsiniz kommentlərdən. Belə bir səhifə açılır. Bu bölmələrin arasından siz məhz bunu seçməlisiniz, xaricdə təhsil üzrə dövlət proqramları. İndi məndə artıq müraciət statusları var, ona görə belə bir
siyahı görürsünüz, amma sizdə bura boş olacaq. Bu hissəni siz görəcəksiniz və aşağı getsəz, səhv etmirəmsə aşağıdaydı. Bir dənə seçim olacaq ki, yəni müraciətə başlayasınız, formaya başlayasınız, ya nəsə belə bir şey. Mən isə sadəcə müraciətin içinə girim, çünki məndə artıq var. Belə bir səhifə görəcəksiniz. Təhsil pilləsi, təhsil səviyyəsi. Mən magistraturaya verirdim, ona görə magistratura yazılıb. Ölkə hansı ölkədir, qəbul ili və s. Yəni asan suallardır. İxtisas arasında mənimki yox idi, ona görə Azər seçməli olmuşdum və əlavə xanada öz ixtisasımı qeyd etmişdim. Qəbul sənədi, burada mən yüklədim UCL-dan gələn qəbul sənədimi. Burada şəxsi məlumatlarınızdır. Valideyn məlumatları, ali təhsiliniz, artıq hansı ali təhsiliniz varsa onu qeyd edirsiniz. Mən Fransız Azərbaycan Universitetində oxumuşam, onu qeyd etmişəm. Diplomumu yükləmişəm və transkriptimi yükləmişəm. Bu arada transkriptim ingiliscədir və heç bir problemi yoxdur, əgər siz ingiliscə onu yükləyirsinizsə. Məndə iş təcrübə var, ona görə qeyd etmişəm. Sizdə yoxdursa sadəcə boş saxlayırsınız. Burada dil sertifikatımı qeyd etmişəm. Balım 7.5-dir, amma platformada nəsə problem var. Nöqtə qoyulmur, ona görə 75 yazmışam və bununla bağlı müraciət etmişdim. Qeyd etmişlər ki, problem yoxdur, hələ belə yazın. Əlavə olaraq tövsiyə məktubları lazımdır 2 ədəd. Məndə iş yeri də olduğundan biri iş yerindən idi, digəri oxuduğum müəssisədən idi. Amma sizdə iş yeri yoxdursa, ikisi də oxuduğunuz müəssisədən olmalıdır. Sağlamlıq haqqında sənəd 086 tibbi arayış lazım idi və əlavə sənədlər arasında nə istəyirsiniz yükləyə bilərsiniz. Mən PMP sertifikatımı yüklədim. Məndə ikili diplom olduğundan, UFAZ-da ikili diplom olduğundan Strasbourg diplomumu da yüklədim və UFAZ-ın öz sertifikatını da yüklədim. Bu platformanın səhvidir, yəni bayaqlara baxanda burada ad normal qeyd olunmuşdu. Gəlin bir dəfə də yoxlayaq. Offer Acceptance Confirmation. Birinci səhifədə məndə offer aldığımı qeyd etmişdim. Yəni offer faylımı qoymuşdum ora. Burada isə mən artıq buradan göstərim sizə. Burada isə mən artıq göstərirəm ki, mən offeri qəbul etmişəm. Prinsipcə bu qədər. Forma bu idi. Hansısa sualınız olsa, bunu kommentlərdə qeyd edə bilərsiniz. Çalışacağam cavab verim. İndi isə əsas səhifə. Gördüyünüz kimi mən müraciəti 21 aprel etmişdim. 10 aprel müraciət vaxtı başlamışdı. Yəni sənədlər qəbulu başlamışdı. Mən 11 gün sonra yükləmişdim. Belə bir status qeyd olunmuşdu yüklənəndən sonra. Sonra 24 aprel mənə belə bir bildiriş gəldi ki, nə isə təzəndən yüklüyüm, nə isə dəyişim və s. və ilahi. Mən hələ həminki gün onu düzəltdim və müraciət etdim təzədən. 5 may mənə belə bir bildiriş gəldi ki, mənim ərizəm təsdiqləndi. Yəni 2 həftə sonra. Demək olar 2 ay sonra isə müsahibəyə dəvət edildiyim deyildi. Belə bir status aldım. Və müsahibəm 2 iyul idi. Yəni ki, 2 gün əvvəldən mənə bildiriş gəldi ki, bəs 2 iyul sizdən müsahibədir. Cavablar isə 1 avqust çıxdılar. 1 avqust qeyd olundu ki, mən artıq namizəd kimi təsdiqləndim. Burada nə idi? Belə, müsahibə mərhələsi 25 iyun başladı və ilkin müsahibə məlumatları, daha doğrusu namizədliklər 29 iyul çıxdı. 29 iyul məhz doktorantura və bakalavr üçün məlumatlar çıxdılar. Magistr üçün isə 1 avqust çıxdı. İndi isə müsahibə mərhələsi ilə bağlı məlumat verim. Başlayaq müsahibə mühitindən. Müsahibəçilər 3 nəfərdən ibarət idi. Neft fondundan nümayəndə, Təhsil Nazirliyindən nümayəndə, eləcə də sahə üzrə ixtisaslaşmış bir ekspert nümayəndəsi. Onların hamısı gülər üz idilər. Bu da ilkin müsahibə gərginliyini xeyli azaldırdı. Otaq kiçik idi. Biz balaca bir masanın arxasında əyləşmişdik. Müsahibəçilər mənimlə üzbəyüz, amma bir-birləri ilə yan-yana oturmuşdular. İçməli su da təmin edilmişdi. Atmosfer çox rahat və səmimi idi. Müsahibə təxminən 20-30 dəqiqə çəkdi. Dil məsələsinə gəldikdə isə otağa girərkən salamlaşma falan Azərbaycan dilində oldu, amma bütün proses müsahibəçilərin təşəbbüsü ilə ingilis dilində aparıldı. İndi isə keçək sizin çox gözlədiyiniz həmin o müsahibə sualları bölməsinə. Təxmini suallarımı qeyd edəcəm ki, təsəvvürünüz olsun, amma fərqli suallar düşə bilər.
Suallar bir neçə əsas mövzunu əhatə edirdi. Akademik hazırlıq, bura transkriptlərinizdəki fənlərlə bağlı suallar daxildir. Xüsusən də zəif qiymət aldığınız fənlərin nəyə görə belə olduğunu, yəni ki, nəyə görə zəif qiymət aldığınız səbəbini soruşa bilərlər. Əgər əvvəlki təhsil dərəcənizdə seçdiyiniz ixtisasa aid fənlər varsa, onlar haqqında daha dərin suallar verilə bilər. Misal üçün tanıdığım bəzi təqaüd namizədçilərində belə olmuşdu. Biznes analitikanı seçmişdilər ixtisas olaraq və əvvəlki ixtisasları biznesə aid olan ixtisas idi və məhz sahə üzrə ekspert daha dərin, daha gərli suallar verirdi fənlər üzərindən. Ona görə buna da hazırlıqlı olmalısınız. Həmçinin seçdiyiniz ixtisasınızda olan hansı fənlər sizə daha çox maraqlıdır və niyə kimi suallar da verilmişdi. Bu səbəbdən seçdiyiniz ixtisasın fənlərini yaxşı öyrənin, baxın. Yəni bu sual məncə tez-tez verilə bilən sualdır. Motivasiya və təcrübə ilə bağlı suallar olurdu. Niyə məhz bu ixtisası seçmisiniz? Bu ixtisasla bağlı hər hansısa təcrübəniz olubmu? Misal üçün kursdur, layihədir, işdir, tədrisdir. Cavablarımda öz universitet və iş təcrübəmi söykənməyə çalışırdım ki, cavablarım əsaslı olsun və bu müsahibəçilərdə daha çox güvən yaratsın. Fərqlilik və gələcək planlarınız. Niyə siz, başqaları yox? Yəni bu sual məncə həmişə düşür. Həyatınızdan nə istəyirsiniz? Gələcək hədəfləriniz nədir? Fərziyyəvi situasiyalarla bağlı suallar soruşula bilər. Misal üçün mənə demişdilər ki, biz sizə təqaüd vermədik, deyək ki. Nə edərsiniz? Və ya Londonda küçədə sizə qışqıran bir adamla qarşılaşdınız. Necə reaksiya verərsiniz? Belə suallar verilmişdi. Həmçinin bir dənə də sual var idi. Böyük bir challenge-a düşmüsünüz. Hər şey əlinizdən gedir, amma siz situasiyanı xilas etmisiniz. Bu hadisə haqqında danışın. Yaxşı ki, əlimdə həqiqətən də belə bir hadisə var idi, yəni beynimdə mənimlə baş vermiş. Ona görə bu sualın cavabı var idi məndə. Əlavə suallar da verilmişdi. Misal üçün IELTS writing bölməsinin zəif olma səbəbini soruşmuşdular. Məndə 6-5 idi, digər bölmələrə nisbətdə zəif idi. Bundan başqa hobbiləri, məşğuliyyətlərimlə bağlı da sorğu-sual etmişdilər. Misal üçün mən birinci mərhələdə CV-mi yükləmişdim və həmin CV-nin içində təkcə iş və təhsil təcrübəm deyil, həm də ki, əlavə onlardan kənar fəaliyyətlərim də qeyd edilmişdi. Proyektlər, layihələr, sertifikatlarım. Bundan başqa hobbilərimi də qeyd etmişdim. Misal üçün bal rəqslərini, idman növlərini, misal üçün voleybol və s. bunları qeyd etmişdim orada. Sizdə də əgər belə fəaliyyətlər varsa, layihələr varsa, sertifikatlar varsa, əgər professional şəkildə hansısa idmanla və yaxud da musiqi ilə məşğul olmusunuzsa, bunların hamısını qeyd edin, çünki bunlar hamısı sizin xeyrinizə işləyəcək. Və həqiqətən də müsahibəçilər də soruşdular ki, dedilər ki, bəs bu qədər layihələriniz olub, fəaliyyətlərlə məşğul olmusunuz, sertifikatlarınız var və s. Necə olur ki, siz bunların hamısını çatdırmısınız və s. Belə bir suallar verilmişdi. Və bu əslində belə sual verilirsə, bu artıq sizin xeyrinizədir. Bundan başqa, əlbəttə ki, ölkəyə qayıdış planlarımla bağlı da soru-sual edilmişdim. Oxuyandan sonra planlarım nədir? Aldığım biliklərimi Azərbaycanda necə istifadə edəcəm? Necə töhfə gətirəcəm? Belə tipli suallar verilmişdi. Və digər hansısa universitetlərə müraciət etmişdimmi? Cavablar necə idi və s. Belə sual da var idi. Və ən axırıncı sual bizə, yəni müsahibəçilərə sualınız varmı? Bu suala hazırlıqlı gedin, bu sual mütləq şəkildə soruşulur və ən axırıncı sualdır. Və həqiqətən də ən axırıncı şansınızdır ki, müsahibəni yaxşı və yaxud da pis bitirəsiz. Sizin onlara olan sualdan çox şey asılıdır. Əgər ağıllı və həqiqətən də maraqlı suallar versəz, onları təcrübləndirsəz, yəni yaxşı mənada təcrübləndirsəz əlbəttə ki, onların fikirləri müsbətə doğru dəyişə bilər. Əgər mənfi idisə, və yaxud da ki, onsuz da müsbət idisə, daha da müsbət cəhəti güclənə bilər. Mən 3 sual vermişdim və müsahibəçilərin reaksiyasından başa düşdüm ki, onlar bu sualları bəyənmişdilər, özləri təəccüblənmişdilər, hətta bunu yüksəkdən demişdilər ki, belə bir sual gözləmirdilər. Belə, ona görə siz də hazırlıqlı gedin. Prinsipcə bu qədər. Bundan başqa bəlkə hansısa suallar olub, amma artıq yadımda deyil. Əlbəttə ki, hər namizədçidə fərqli suallar olur və əsasən də ixtisasdan asılı olaraq suallar dəyişir. Bu səbəbdən burada dediyim suallara çox fokuslanmayın. Onlar üçün hazırlaşın, amma başqa növ sualların da düşmə ehtimalının olmasını nəzərinizdə saxlayın. Və nəhayət ki, öz və digərlərinin təcrübəsindən olan tövsiyələrim.
Ünsiyyət tərziniz çox vacibdir. 3 müsahibəçidir və biri düz qarşınızda əyləşib və çox vaxt insanlar danışanda və yaxud da ki, dinləyəndə məhz düz qarşısında əyləşən müsahibəçiyə baxır. Amma bu səhvdir. Çünki hər üçü də sizi qiymətləndirəcək. Bu səbəbdən danışanda, dinləyəndə mütləq şəkildə hər üç müsahibəçi ilə göz kontaktı qurun. Gülər üz olun, pozitiv olun, özünə inamlı danışın. Amma bu inam səmimi olmalıdır. Təkəbbürlü təəssürat yaratmamalıdır. Cavablarınız həqiqi təcrübəyə əsaslansa yaxşı olar. Konkret misallar gətirsəz, cavablarınız daha güvənli və qüvvətli səslənəcək və boş danışmaqdan qaçın. Səliqəli geyim və xoşagələn qoxu ilkin təəssürat üçün vacibdir. Unutmayın, görünüşlə qəbul edirlər, ağılla yola salırlar. Hər ehtimala qarşı CV-dir, diplomdur, sertifikatdır, portfolyodur və digər sənədlərdir çap eləyib gətirin, əlinizin altında olsun. Müsahibəçilər istəməsə belə siz lazım gələndə çıxarıb göstərə bilərsiniz. Yeri gəldikdə yumor hissi nümayiş etdirmək müsbət aura yaradır. Öz təcrübəmdən deyirəm, ən əsası özünüzə gülməyi bacarmaq lazımdır. Səhv etmirəmsə, mən elə otağa girərkən stula əyləşmək istəyəndə az qala yıxılmışdım. Lakin bu vəziyyətdən zarafatla çıxdım və hiss elədim ki, bu müsahibəçilərdə müsbət reaksiya yaratdı. Prinsipcə bu qədər. Nəsə əlavə olaraq öyrənsəm və yaxud da yadıma düşsə, bu videonun altındakı təsvirə yazacağam. Bundan əlavə tez-tez verilən sualların da cavablarını məhz təsvirdə qeyd edəcəm. Və sizə uğurlar. Qorxmayın, çəkinməyin, əlinizdən gələni edin. Sizdən asılı olmayan şeydən isə narahat olmayın. Və hər şey çiki-puki olacaq. Yəni ki, hər şey əla olacaq. İnanırsınızmı ki, indiki mənimlə bu videonun əvvəlindəki mən arasında 2 ay fərq var. Bəli, bu video 2 aydır ki, ortalığa çıxa bilmir heç cürə. Ona görə deyil ki, videonu eləmək çətindir. Sadəcə, universitet həqiqətən də ağırdır və çoxlu imtahanlarımız olub, bitib artıq və ev tapşırıqları çox idi. Bu arada bununla bağlı bəlkə ayrıca bir video çəkdim, çünki məncə dəyər. Və indi dekabrdır, hava qaradır. Qaranlıqdır. Ona görə videonun keyfiyyəti də pisdir, üzrlü sayın, amma sadəcə biraz qalıb, onu da danışaq bitirək və bu qədər. Siz, you are free to go. Nəsə fikirlərimi unutdum. Mən biraz da təqaüd kartı ilə bağlı məlumat vermək istəyərdim. Düşünürəm, bu da maraqlı mövzudur. İlk növbədə namizədlik təsdiqlənəndən sonra əlbəttə ki, biz gedirik müqavilə bağlamağa, imzalamağa. Orada nəyə riayət etməliyik, onlar qeyd olunub, qaydalar, qanunlar və s. Düzdür, indi yadımda deyil, çünki avqustda oxumuşdum. Amma bir daha oxuyandan sonra nəsə vacib bir şey görsəm, belə paylaşmağa dəyəsi bir şey olsa, onda bu videonun aşağısındakı təsvirdə qeyd edəcəm. Belə isə adi müqavilə idi. Demək, və bu müqaviləni imzalayanda bizə təqaüd kartı da verilir. Təqaüd kartı ABB kartıdır və birbaşa fond kartıdır. Bu çox gözəldir və ən gözəli odur ki, biz bu kartla gəlib İngiltərədə birbaşa ödeyə bilərik. Yəni ki, Google Pay-ə də bu arada əlavə edə bilərik, Apple Pay-ə, Google Pay-ə və yaxud da kartın özü ilə ödeyə bilərik. Bu, belə halda heç bir komissiya tutulmur. Çox gözəl. Yox, əgər pulu çıxartmaq istəyirsinizsə, o zaman bankomatdan asılıdır. Əgər siz, misal üçün, heç bir komissiya tutmayan bankomatdan çıxardırsınızsa pulu, o zaman ancaq ABB-nin komissiyası tutulacaq, hansı ki 1.5%-dir. Ona görə çalışın, məhz komissiyasız bankomatlar tapasınız. Və bir şey də var, minimum komissiya 3.5 funt imiş. Mən misal üçün bir dəfə 20 funt çıxartmaq istəyirdim. Daha doğrusu çıxartdım kartımdan və gördüm ki 3.5 funt komissiya tutuldu. Şok oldum. Yəni bu 1.5% deyil, bu təxminən 15-17%-dir mı, nədirsə. Və sonra öyrəndim ki, minimum məbləğ 3.5 imiş. Siz oradan hesablayın, nə qədər çıxarmalısınız ki 3.5, 1.5% olsun. Minimum nə qədər çıxartmalısınız. Belə, çox gəliz danışdım, amma yəqin ki, başa düşdünüz, başa sala bildim. Bundan başqa ABB fond kartı ABB aplikasiyasında da əks etdirilir. Yəni ki, adi kart kimi hər şeyi görürsünüz, orada tarixçəsini görürsünüz, blok eləmək lazımdırsa onu görəcəksiniz, blok eləyə biləcəksiniz, hər nə lazımdırsa orada görürsünüz. Bir dənə bir şey deyilmişdi ki, pini dəyişməyək, səbəbini bilmirəm, sadəcə dedilər ki, pini dəyişməyin, yoxsa problemlər olur və s. Bunu nəzərinizdə saxlayın, ən azı bizim il üçün belə idi.
Biraz da viza ilə bağlı məlumat verim ki, tələbə vizası problemsiz şəkildə verilir. Mənə deyəsən 3 və yaxud 4 gün ərzində verilmişdi. Eləsi var idi ki, 1 gün ərzində cavablar çıxmışdı, müsbət cavablar. Və viza elektron viza idi. Bu o deməkdir ki, vizaya müraciət edəndə bizə pasportu dərhal hələ həminki yerdə, həminki məqam qaytardılar. Və axırda da e-vizanı aldıq, elektron viza. Bu arada viza yerində bizə nömrə də verilmişdi, UK nömrəsi Lebara. Bu çox yaxşı bonus idi. Əzə bir ayda pulsuz idi. Paketlər falan. Sonra viza müraciəti kifayət qədər baha idi. Məbləği yadımda deyil, amma hardasa buralarda qeyd edərəm. Sonra sağlamlıq sığortasını ödəmək lazım idi. Onun da məbləğini hardasa qeyd edərəm. Bir də tuberkuloz xəstəliyinin yoxlanılması lazım idi. Bu da mütləqdir. Onun da qiymətini hardasa qeyd edərəm. Belə. Amma bunların hamısının ödənişi geri ödəniləcək dövlət proqramı tərəfindən. Viza xərcləridir, sonra uçuş xərcləridir. Hamısı dövlət təqaüd proqramı tərəfindən ödəniləcək. Və düşünürəm bu qədər. Başqa deyiləsi heç nə ağlıma gəlmir. Nəsə suallarınız olsa şərhlərdə qeyd edərsiniz. Maraqlı sualların cavablarını bu videonun təsvirində qeyd edəcəm. Oldu, uğurlar sizə. Heç nədən narahat olmayın, hər şey əla olacaq. Ürəyinizi sıxmayın. Sadəcə əlinizdən gələni eləyin. Bir daha deyim bunu. Bu qədər. Sağ olun.